Hesablama Palatasının Azərbaycan Televiziya və Radio Verilişləri GSC-də keçirdiyi auditin nəticələrini açıqlaması ictimai diqqəti qurumun rəhbəri Rövşən Məmmədovun üzərinə yönləndirib. Auditin nəticələrinin AzTV sədri üçün əcəl zəngi ola biləcəyini düşünənlər az deyil. Hazırda mətbuatı ən çox bu sual düşündürür. Rövşən Məmmədov niyə vurulur? Bildirək ki, Hesablama Palatasının dövlət televiziyasında audit keçirməsi müxtəlif səbəblərlə əlaqələndirilir. AzTV-nin fəaliyyəti ictimai əhəmiyyət kəsb etdiyi üçün bütün mülahizələr maraqla qarşılanır. Metbuat.az AzTV sədrinin vurulmasının əsl səbəbini öyrənə bilib. Məlum olub ki, Rövşən Məmmədov əməkdaşlar arasında ayrı seçkilik etdiyi, eyni işi görən müxbirin birinə 500, digərinə 3000 manat qonorar yazdığı üçün onun fəaliyyətindən narazılıq pik həddə çatıb. AzTV-də ayda 6-7 min manat qonorar alan müxbirlər var. Bu cür yüksək qazanc əldə etmək üçün mütləq Rövşən müəllimin müəyyənləşdirdiyi sevimlilər kateqoriyasına daxil olmalısan, deyən məlumatlı şəxs bildirib. Mənbə bildirib ki, Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsi onun qara siyahıya düşməsi ilə nəticələnib. Hakimiyyətin yuxarı eşalonunda AzTV sədrinin bu niyyətindən xəbər tutanda onu sərt tənqid ediblər. Sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul edilməyib və onun bu hərəkəti özbaşınalığın son həddi kimi qiymətləndirilib. Məlumatda o da qeyd edilir ki, çəkilişləri ekstremal situasiyalarda belə cəmi 2000 manat qiyməti olan dron vasitəsilə tam təhlükəsiz şəraitdə həyata keçirmək mümkündür. Hazırda AzTV-də bu texnikadan istifadə edilir.